Düz 9 aydır. 9 aydır ki oğlumuzu aparıblar. Ha, bak. 16 gün nömrəli gimnaziya bitirdikdən sonra Belarus Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsinin Beynəlxalq Əlaqələr şöbəsinə daxil olub. Magistraturanı bitirib, ondan sonra da aspiranturanı bitirib, eyni zamanda da aspirant oxuyarkən Belarus Dövlət Universitetinin eyni fakültəsində, bitirdiyi fakültədə dərslər deyib, öncə, yəni ki, seminarlar, sonradan leksiyalar. И сейчас я бы не сказал, что границы для меня очень существенно напротив. Внутри меня точно нет границ между этими культурами. Я чувствую себя... Millətlərin, etnik qrupların tarixini, adət-ənəsini, dillərini araşdırmağı çox sevir və elmi ekspedisiyalarda olub. Yəni ki, Gürcüstan, Türkiyə, İran, gələcəyində Asiya dövlətlərində fikirləşirdi, müəyyən qədər araşdırmalar etsin. Şəxsi ekspedisiyalardan olduğu ekspedisiya xaricində mənsub olduğu millətin tarixini də araşdırmağı, onun mədəniyyətini, adətini, yəni ki, məişətini araşdırmağı çox sevir. My brother, Iqbal Abilov, is the director of this movie, and unfortunately he can't be here because he arrested in Azerbaijan this summer. Filmi Varşava festivalında iyulun axırında iştirak eləməli idi. Və təbii ki, müəyyən hadisələr oldu və ondan bu imkanı aldılar, onu həbs etdilər və bu imkan olmadığı üçün o festivala qatıla bilmədi. Mart ayının ya aprel ayının bir qərarını göstərdilər. İqbalın dinlənmə qərarı. İqbal burada yaşamaya. Gülə-gülə çıxdı. Yəni hər zaman burada gördüyümüz kimi görüşdük, getdik. Mənə dedilər ki, görürük, alim adamdır, elminə məşğul olsun, çalışsın ki, yəni ki, onu, yəni başqa işlərlə məşğul olsun. Biz zaten başqa işlərlə məşğul olmuruq. On 9 iyulda zəng gəldi qardaşımın nömrəsinə. Dedilər, Əbilov İqbal gəlsin masalda birinci gün pasportunu, telefonlarını götürsün. Biz də yəni dedik ki, şükür Allah, yəni ki, varmış bir şeylər ki, yəni ki, haqq ədalət bəlkə varmış. Gəldi, biz qarşılıqda da gözləyirik, İqbal içəri keçdi. Yəni 5 dəqiqə keçmədi. Cip uçaraq keçdi. Təşvişə düşdük, içəri girdik. Nədir? Ha, onu apardılar. Ambus mənə bildirişimi bildirdi, qayıtdıq, gəldi. Ha, o həbs olunub. Nəyə görə? Bilmirik, siyasət. Özünü təqsirli bilmir. O özü uzun illər milli azlıqların, hüquqlarının qorunması ilə məşğuldur. Onların tarixi araşdırması ilə, müəyyən etnografiya işlərinin aparılması ilə məşğuldur və çox güman ki, yəni bu fəaliyyətinə görə həbs olunub. İqbal hər zaman vəkillərinin dediyi kimi, yəni nə qədər qapalı iclasda, yəni işin heç bir aidiyyəti yoxdur. İqbalın aidiyyəti olmayan işdir bu iş. Qapalı məhkəmə elan edən tərəfin, yəni hökumət yönlü mətbuat tərəfindən artıq İqbal Əbilov cinayətkar elan edilib. Ancaq biz də onu bilirik ki, təqsirsizlik prezumpsiyası var. Məhkəmə qərarı olmadan heç bir kəsə cinayətkar demək olmaz. Езжу на исследования. Если нет, то можно проводить и так называемые кабинетные исследования. Для меня всегда было интересно понять, как бы это ни звучало пафосно.
Biz hər zaman haqqa, ədalətə inanan insanlar bu gün olmasa da sabah haqq, ədalət yerini tapacaqdır və bütün bugünkü gündə bu əzabı çəkən insanlara dözümlü olmağı və haqq, ədalət yerini tapacaq düşüncəsi ilə irəliləməyi necə deyərlər, məsləhət görərdim.